Demək müəllimlər biz davam eləyirik. Biz dedik ki, örtülü toxumlarda artıq hə, çılpaq toxumlarda artıq bizdə qoza generativ orqan var. Amma toxum qozadan da qədimdir. Yəni əvvəlcə toxum əmələ gəlib. Məsələn, toxumlu qıcıq kimilərdə qoza yox idi, amma toxum var idi. Amma sonrakı çılpaq toxumlarda müasirlərində, məsələn, iynə yarpaqlarda artıq qoza da əmələ gəlmişdi. Yəni bu ardıcıllıqla meydana gəlmə ardıcıllığının da təkamülünü demiş olduq. Və ən sonda isə Mezozoy erasının təbaşir dövründə çiçək və çiçəklə yanaşı da meyvə əmələ gəldi. Yəni bu şəkildə onlar təkamül elədilər. İndi biz təbii ki, vegetativ orqanlardan başlayacağıq. Baxmayaraq ki, kök daha qədim generativ orqandır. Daha cavan, daha doğrusu vegetativ orqandır. Amma birinci kökü verib bizə. Ona görə biz də elə birinci köklə başlayacağıq. Ümumiyyətlə çiçəkli bitkinin vegetativ orqanlarını öyrənirik, həmçində generativ orqanlarını. Nə deməkdir çiçəkli bitki? Ömründə bir dəfə də olsun çiçək açıb meyvə verən bitkilərə çiçəkli bitki deyilir. Yəni çiçəkli bitki olmaq üçün hökm deyil, bütün toxumlu bitkilər çiçəkli bitki deyil. Məsələn, çılpaq toxumların toxumu var, amma çiçəyi yoxdur. Amma bir bitkinin ki çiçəyi varsa, deməli onun meyvəsi də var. Əgər çiçək əmələ gətirirsə bu bitki, mütləq şəkildə meyvə də əmələ gətirir. Yəni meyvə verən bitkidir deməkdir. Bu təbii ki, indi biz bütün bitkilərin meyvəsini yemirik, o ayrı bir şey. Amma çiçəkli bitkinin meyvəsi də olur. Və ömründə bir dəfə çiçək açıb meyvə verirsə, buna deyirik monokarp. Mono bir, karp meyvə deməkdir. Çox vegetasiya dövründə ömründə bir neçə dəfə çiçək açıb meyvə verirsə, hər vegetasiya dövründə onlara isə polikarp, poli çox, karp isə meyvə deməkdir. İndi başlayırıq biz köklə. Kök ümumiyyətlə bütün orqanların bir əsas funksiyaları olacaq. Bir də əlavə funksiyaları olacaq. Əsas funksiyalarına gəldikdə kökün əsas funksiyası birinci dayaq funksiyasıdır və ya buna mexaniki funksiya da deyə bilərik. Biz də bunun 6-cı sinifdə dərslikdə görüm səhifəsi neçədir? Düzdür yazdırmışam onsuz da sizə. 61-dir müəllimə. Kök 61-dədir. Bəli. Bəli, 61-dədir. Hə, indi açaram onu. Hə, deməli, birinci funksiyası, ən mühüm funksiyası dayaq funksiyasıdır, mexaniki funksiyadır, hansı ki bitkini torpağa bərkidir. Amma bütün bitkilərin də kökü yoxdur. Məsələn, biz yadınızdadırsa, qovuqlu bitki var idi. Deyirdik ki, onun 2 vegetativ orqanı var. Onun kökü yox idi. Suda bitirdi və həşəratlarla qidalanırdı. Və yaxud da qızıl sarmaşıq. Qızıl sarmaşıq parazit bitki idi. Onun ümumiyyətlə bir növ vegetativ orqanı var idi. Yalnızca gövdəsi var idi. Üzərində də sormacılar əmələ gəlmişdi. İdioadaptasiya deyirdik buna. Kökünün və yarpaqlarının yoxa çıxmasına ümumi degenerasiya deyirdik. Sormacıların əmələ gəlməsinə isə idioadaptasiya deyirdik. Yəni uyğunlaşma əlaməti idi onlarda. Yəni bu şəkildə bütün bitkilərin də kökü olmaq bütün çiçəkli bitkilərin də kökü olmaq məcburiyyətində deyil. Zaten o biri bitkilərdə o heç də kök ilk dəfə kimdə əmələ gəlib biz dedik artıq. Sonra əsas funksiyalarından biri sorucu və ya ötürücü funksiyasıdır. Və ya deməyək, sorucu və ötürücü funksiyasıdır. Kökün indi zonalarından danışacağıq. O sorucu zonada olan əmici tellər vasitəsilə torpaqda olan suyu, mineral duzları sorur və ötürücü borular vasitəsilə də gövdəyə və yarpaqlara ötürür. Və bir də əlavə funksiyaları var. Əlavə funksiyaları onun metamorfozu ilə bağlı olacaq. Metamorfoz şəkil dəyişmə deməkdir. Məsələn, köklərdə ehtiyat toplayıcı funksiyası var. İndi danışacağıq meyvə köklərdən, kök yumrularından, hansı hissələrində ehtiyat qida maddələri toplanacaq və
şəklini dəyişmiş orqana çevriləcək. Sonra daha bir funksiyası vegetativ çoxalmada iştirak etməkdir. Yadınızdadırsa biz kökü bir neçə yerə parçalamaqla vegetativ üsulla kök çiriklərindən istifadə edərək bitkiləri çoxaltmaq mümkün idi. Sonra bəzi üzvü maddələrin sintezi gedə bilər. Köklərdə bayaq onu da dedik ki, üzvü maddələr həm də aşağıdan yuxarıya doğru daşına bilər. Çünki kökdə də üzvü maddələr yarana bilər. Bəzi üzvü maddələr alkaloidlər, hormonlar və s. və simbiotik köklər var. Məsələn, yumrucuq bakteriyaları paxlalı bitkilərin kökündə yaşayırdı və azot fiksə etmək qabiliyyətinə malikdir. Havanın sərbəst azotunu tutaraq bitkinin mənimsəyə biləcəyi hala azot dozlarına çevirə bilirdi. Əvəzində isə bitki köklərindən üzvü maddə alırdı. Yəni bu şəkildə simbioz yaşayırdı. Yaxud mikoriza deyirdik. Göbələklə ağac köklərinin simbiozu, o ağacın əmici telləri ilə simbioz əmələ gətirirdi. Su və mineral maddələr ötürürdü bitki kökünə, kökdən isə alırdı üzvü maddələrini. Yəni bu cür köklərə də simbiotik köklər deyilir. İndi gələk kökün növlərinə. Kökün 3 əsas növü var. Əsas kök, əlavə kök və yan kök. Bayaq dediyimiz kimi bunlardan ən belə qədimi əlavə köklərdir, hansı ki o gövdə və yarpaqlardan inkişaf eləyirdi. Yan köklər isə digər köklərdən çıxan köklərdir. Həm əsas kökdən, həm əlavə kökdən, həm də elə yan kökün özündən də çıxa bilər. Amma əsas kök yalnız generativ orqandan, yəni toxumdan inkişaf eləyir. Toxumu keçəndə toxumun hissələri ilə tanış olacağıq və deyəcəyik ki, toxumun rüşeym kökçüyündən inkişaf eləyir. Yəni əgər bir bitki toxumla çoxalmırsa, orada heç vaxt əsas kök əmələ gəlməyəcəkdir. Və köklər də birləşərək, məsələn, sizdən soruşa bilər ki, ən çox vegetativ orqandan inkişaf edən kök hansıdır? Deyirsiniz, əlavə kök. Həm gövdədən, həm yarpaqdan. 2 növ vegetativ orqandan inkişaf eləyir. Yalnız bir növ vegetativ orqandan inkişaf edən kök hansıdır? Yan kökdür. Yalnız kökdən inkişaf eləyir. Digər, yəni kök növlərindən çıxa bilir. Bəs generativ orqandan inkişaf edən kök növü hansıdır? Deyirsiniz, əsas kök. Əsas kök toxumdan. Daha dəqiq desək, toxumun rüşeym kökçüyündən inkişaf eləyir. Və bitkinin bütün kök növlərinin cəmi kök sistemini əmələ gətirir və kök sisteminə görə bitkiləri 2 qrupa ayırırıq. Milkök və saçaqlı kök sistemi. Baxın, əgər sizə desə ki, gövdəyə bilavasitə birləşən köklər hansıdır? Deyirsiniz, əsas kök və əlavə kök. Yəni bunlar bilavasitə gövdəyə birləşən köklərdir. Amma yan köklər isə digər köklərdən çıxan köklərdir. Bəzən belə məsələlər olur. Məsələn, deyir ki, toxumla çoxaldılan bitkidə gövdəyə birləşən köklərin sayı tutaq ki də 33 ədəddir və yan köklərin sayı əlavə köklərin sayından 2 dəfə çoxdur. Məsələn, gövdəyə birləşən kök 33 ədəddirsə və bu bitki toxumla çoxaldılıbdırsa, deməli bunun bir dənəsi əsas kökdür. Bircə dənəsi əsas kökdür. Çünki əsas kök deyir ki, toxumun rüşeym kökçüyündən inkişaf edir. Deməli, o bir dənə ola bilər. Yerdə qalan 32 dənəsi isə nə olacaq? Gövdəyə birləşən digər köklər hansıdır? Baxın, burada şəkildə də görsənir. Əlavə köklər. Deməli, 32 dənəsi oldu əlavə kök. Yan köklər isə deyir, əlavə kökdən 2 dəfə çoxdur. Deməli, o da olacaq 64. İndi deyir ki, bu kök sistemində neçə ədəd kök üsküyü var? Heç nə, hamısının cəmi və yaxud 33 üstə gəl 64. Deməli, elədi 97. 97 dənə kök üsküyü var. İndi kökün hissələrindən danışacağıq. Kök üsküyü bütün kök növlərinin ucunda ola bilər. Ona görə də hamısının cəmini götürürük. İndi dedik ki, bütün köklərin cəminə də kök sistemi deyilir. Mil kök sistemi var, bir də saçaqlı kök sistemi var.
Saçaqlı kök sistemi daha qədimdir. İlk dəfə Plaunlarda əmələ gəldi Silur dövründə. Mil kök sistemi isə çılpaq toxumlularda ilk dəfə əmələ gəldi. Əsas kökün yaranması ilə əlaqədar olaraq Devon dövründə əmələ gəldi. Əsas kökü yaxşı inkişaf edən və aydın seçilən digər kök növlərinin yan və əlavə köklərinin arasından çox aydınca seçilən kök sisteminə mil kök sistemi deyilir. Mil kök sistemi toxumla çoxaldılan ikiləpəli bitkilərdə rast gəlinir. Yəni bir bitki əgər toxumla çoxaldılmayıbsa, orada heç vaxt mil kök sistemini görə bilmərik. Çünki orada toxum olmadığına görə əsas kök inkişaf eləməyəcək. Əsas kökdə inkişaf eləməyəcəksə, biz onu saçaqlı kök sistemi adlandıracağıq. Amma bir ləpəli bitkilərdə isə istəyir toxumdan çoxaldılsın, istəyir vegetativ yolla çoxaldılsın. Biz orada mil kök sistemi görə bilmərik. Saçaqlı kök sistemi görəcəyik. Nədir saçaqlı kök sistemi? Saçaqlı kök sistemində əsas kök ya çox zəif inkişaf eləyir, digər köklərin arasında, əlavə və yan köklərin arasında itir batır, seçilmir və yaxud da tamamilə inkişafdan qalır. Məsələn, əgər bu birləpəli bitkidirsə, biz deməli toxumla çoxaltdığımız zaman orada toxumdan birinci təbii ki əsas kök inkişaf eləyəcək rüşeym kökü ilə, bitkini torpağa bərkidəcək. Amma sonra onunla yanaşı əlavə və yan köklər də sürətlə inkişaf elədiyinə görə biz o əsas kökü artıq nəzərə çarpıb çox tez inkişafdan qalıb, sonra da elə quruyub məhv olacaq, digər köklərin içində itib batacaq. Ona görə biz deyirik ki, onlarda saçaqlı kök sistemi olur. İki ləpəli bitkilərdən isə toxumla çoxaldılan yeganə istisna bağa yarpağında olacaq. Ümumiyyətlə, bağa yarpağında həm də elə yarpaq damarlanması da istisna olacaq. İndi yarpaqdan danışanda onu bir də deyəcəyik. Kök sistemidir, yarpaq damarlanmasıdır və ən əsası da toxumun rüşeymində olan ləpə yarpaqlarının sayıdır. Bunlar sinif əlamətidir. Və məsələn, biz deyirik ki, iki ləpəli bitkilərdə əksəriyyətində yarpaq damarlanması torvari, kök sistemi isə mil kök sistemi olur. Amma bağa yarpağında istisnada, onu da belə yadınızda saxlayın. Bir dənə tısbağa şəkli çəkirəm. Bu olsun tısbağanın çanağı, çanağının da üzərində belə xətlər, qövslər olur. Bu da olsun bağanın ayaqları. Ayaqları da xatırladır saçaqlı kök sistemini. Deməli, bağa yarpağında baxmayaraq ki, iki ləpəli bitkidir, kök sistemi saçaqlı, mil yox, saçaqlı ayaqlarıyla yadınızda saxlayın. Yarpaq damarlanması isə torvari yox, qövsvari, çanağının üstündəki qövslərlə yadınızda saxlayın. Bu, deməli, onlarda istisna haldır. Amma birləpəli bitkilərdə biz yarpaq damarlanmasının istisnasını görəcəyik. Məsələn, qarğa gözündə. Deyəcək ki, qarğa gözündə yarpaq damarlanması baxmayaraq ki, birləpəlidir, tor şəkillidir. Torvari damarlanmadır. Amma onun kök sistemində heç bir birləpəli bitkinin kök sistemində istisnaya rast gəlməyəcək. Hamısında saçaqlı kök sistemidir, bir mənalı şəkildə. Deməli, bir də deyirəm, iki ləpəli bitkilərdə əsasən mil kök sistemi, lakin həm də saçaqlı kök sisteminə rast gələ bilərik. Məsələn, bağa yarpağında saçaqlı kök sistemidir. Bir də istənilən iki ləpəli bitki toxumla yox, vegetativ yolla çoxaldılıbsa, onda da saçaqlı kök sistemi olacaq. Amma bir ləpəli bitkilər istər toxumla çoxaldılsın, istər vegetativ yolla çoxaldılsın, onların hamısında bir mənalı şəkildə saçaqlı kök sisteminə rast gələcəyik. Sonra gəlir bitkinin, deməli, kökün hissələri və zonaları. Bunu da gəlin dərslikdən baxaq şəkillərə. Səhifə 61.
Hı hı. 61 dedim, hara çatdıq? Ha, buradadır, bəli. Kökün quruluşu, kök növləri və kök sistemləri. Dedik ki, kök neçə hissə və neçə zona deyir, buna da fikir verin müəllimlər. Deməli, kök üsküyü, bölünmə zonası, böyümə zonası, sorucu zona, ötürücü zona. 5 hissədən ibarət. Amma 4 zonadan ibarətdir. Çünki kök üsküyü zona deyil. Kök üsküyü zona hesab olunmur. İndi baxaq, bunların hər birinin də öz funksiyaları var. Kök üsküyü bir-birinə sıx yerləşmiş. Üskük nədir müəllimlər? Oymaq da deyirlər bəzi zonalarda. Yəni tikiş tikəndə barmağın ucuna taxırlar ki, kökünə idi, barmağın ucu zədələnməsin. Eynilə həmin funksiyanı burada da kökün ucunda yerləşən, bax bu kök üsküyü həmin funksiyanı yerinə yetirir. Özə fikir verin, qırmızı rəngdə rəngləyibdir. Yəni zona olmadığını fərqləndirmək üçün. Çünki bura zonalar yazıb. Bunu ona görə qırmızıya alıb ki, yəni bu zona deyil. Bu sadəcə olaraq hissədir və kök üsküyü də adı üstündə bitkinin kökünü, bitkinin ucunu, kökünün ucunu zədələnmələrdən qoruyur. Bir şey ki qoruyur, həmişə demişik, sıx yerləşəcək və nazik divarlı canlı hüceyrələrdən ibarət olacaq. Hansı növ hüceyrələrdən? Parenxim toxuma hüceyrələrindən. Çünki o zədə parenximinin yerində o daima oxalanır, tökülür və zədələndikcə yerinə yeniləri əmələ gəlir. Bəs onun yenilərinin əmələ gəlməsini təmin edən nədir? Kök üsküyündən yuxarıda yerləşən bölünmə zonasıdır. Bölünmə zonası adı üstündə daima bölünəcək və yeni hüceyrələr əmələ gətirəcək. Bölünən hüceyrənin nüvələri necə olar? İri nüvəli olar. Çünki o irsət maddəsinə ötürməlidir və içərisi sitoplazma ilə dolu olan cavan hüceyrələrdir. Bu hüceyrələr bölündükcə sayını artırır və hüceyrənin kökün uzununa böyüməsini təmin edir. Deməli, böyümə zonası bəzən testlərdə belə suallar çıxır qabağımıza ki, məsələn, böyümə zonası kökün hansı istiqamətdə böyüməsini təmin edir? Məsələn, orada çaşdırıcı bir cavab kimi kökün eninə istiqamətdə böyüməsini təmin edir yazır. Bu səhv cavabdır. Kökün uzununa istiqamətdə böyüməsini təmin edir. Çünki bu kitabın da cümləsidir. Baxın. Əmələ gələn, baxın yazıbdır. Bölünmə zonasının hüceyrələri iri nüvəli, içərisi sitoplazma ilə dolu olan cavan hüceyrələrdir. Bu hüceyrələr daim bölünərək sayca artır. Əmələ gələn hüceyrələr sonradan uzunluğa istiqamətdə böyüyərək böyümə zonasını əmələ gətirir. Bu zona kökün uzunluğuna böyüməsini təmin edir. Deməli, kökün uzunluğuna böyüməsini təmin edən zona hansıdır? Böyümə zonasıdır. Böyümə zonasının hüceyrələrini əmələ gətirən nədir? Bölünmə zonasıdır. Və bir də belə suallarda düşür. Məsələn, borular hansı zonalarda yerləşir? Bunu da bilək. Tam formalaşmamış ötürücü borular böyümə zonasındadır. Tam formalaşmış ötürücü borular isə sorucu və ötürücü zonadadır. Deməli, testlərdə soruşsa ki, ötürücü borulara hansı zonalarda rast gəlinər? Deyəcəksiniz 3 zonada. Təbii ki, bölünmə zonasında heç birindən danışa bilmərik biz burada. Nə borudan danışa bilərik ki, bu hüceyrələr daim bölünürlər. Daim meristem vəziyyətindədirlər. Orada danışmayacaq. Böyümə zonasında, sorucu zonada, bir də ötürücü zonada biz ötürücü borulara rast gələ bilərik. Amma tam formalaşmış ötürücü boru deyirsə, onda 2 zonanı götürəcək. Sorucu zona, ötürücü zona. Formalaşmamış, tam formalaşmamış borular deyirsə, o zaman böyümə zonasını götürəcək. Yəni bu cür suallar, xırdalıqlar da qarşınıza çıxa bilər. Ona görə də diqqətli olun.
Deməli, böyümə zonasından sonra gəldi ə, sorucu zona. Sorucu zonada artıq dedik ki, tam formalaşmış borucuqlar olacaq və bu zonaya əmici tellər zonası da deyilir. Baxın, burada olan örtük toxumasının dəricik hüceyrələrinin belə çıxıntıları şəklində bu cür tellər əmələ gəlir. Buna əmici tellər deyilir. Əmici tellər torpaqdan suyu və mineral maddələri sorur, eyni zamanda elə mexaniki funksiya da yerinə yetirir. Yəni bitkinin torpağa bərkidilməsində də mühüm rol oynayır. Ömrü 10-20 gündür. Bunu da əzbərləyirik. Minimum deyirsə 10, maksimum deyirsə 20 gün. Və bu müddətdən sonra artıq onlar məhv olur. Məhv olmuş əmici tellərin yerində sorucu zona, ötürücü zona əmələ gəlir. Bir də deyirəm, məhv olmuş əmici tellərin yerində ötürücü zona əmələ gəlir. Və ötürücü zonada artıq su və mineral maddələrin deməli gövdəyə və gövdədən də yarpaqlara doğru ötürülməsi təmin olunur. Və deməli bu zona ən yaşlı zonasıdır kökün və yaşlandıqca da anatomik quruluşuna görə başlayır gövdənin anatomik quruluşunu almağa. Yəni orada qabıq, kambi, onuncaq və özək qatlarını da müşahidə eləmək mümkün olur. Burada da yenə kökün növlərini göstərir. Gövdəyə birləşən köklər əlavə köklər, həmçinin əsas kök də gövdəyə birləşir. Amma gövdədən inkişaf edən köklər deyirsə, onda da əsas kök demirsiniz. Birləşən ayrı şeydir, inkişaf edən ayrı şeydir. Çünki əsas kök rüşeym kökçüyündən inkişaf eləyir. Əlavə kök gövdədən inkişaf eləyir. Yan köklər digər kök növlərindən inkişaf eləyir. Əlavə kök həm də təkcə gövdədən yox, yarpaqlardan da inkişaf eləyə bilər. İki növ vegetativ orqandan inkişaf edən kök əlavə kökdür. Bir növ vegetativ orqandan inkişaf edən kök yan kökdür. Yalnız köklərdən inkişaf eləyir. Generativ orqandan inkişaf edən kök əsas kökdür. Ən cavan kök növü əsas kökdür. Toxumdan da sonra əmələ gəlmişdir. Burada da yenə kök sistemlərini göstərir, hansı ki biz bu barədə artıq danışdıq. Adlarını da, yəni 2 ləpəli, 1 ləpəli bitkiləri sonra keçəcəyik, amma siz artıq bilirsiniz də, noxud, günəbağan, quş əppəyi, zəncirotu, bunlar 2 ləpəli bitkilərdir. Məsələn, taxıllardır, zambaq kimilərdir, bunlar da 1 ləpəli bitkilərdir və saçaqlı kök sisteminə malik olurlar. Burada da müxtəlif bitkilərin, yoncanın mil kök sistemini, zəncirotunun min kök sistemini, qırtıc, taxıllar fəsiləsinə aid alaq bitkisidir, saçaqlı kök sistemini, noxudun mil kök sistemini, bağa yarpağı 2 ləpəlidir, saçaqlıdır, amma kök sistemi istisna hal kimi, yarpağı da istisnadır, qövsvari damarlanıb və rozet əmələ gətirir. Kök ətrafı rozet, qısalmış gövdələrdə yarpaqların bu cür düzülüşünə rozet deyilir. Qarğıdalı da taxıllar fəsiləsinə aiddir. Bir evli, bir cinsli, çiçək düsturunu ödəməyən, fəsilə çiçək düsturunu ödəməyən, Xaçınov tərəfindən seleksiya işləri aparılan taxıllara aiddir. Küləklə tozlanan taxıl bitkisidir. Sonra gəlir şəkil dəyişmələr. Qoy bir dənə keçim yenə güvənə, çünki burada da qarışıqdır. Və burada da, bu da yaxşı şəkildir, elə bu şəklin üzərində baxaq. Baxın, bu deməli, bayaq göstərdiyimiz kök üsküyü, bölünmə zonası, böyümə zonası, sorucu zona, ən belə böyük hissəsi ötürücü zonadır. Sizdən soruşsa ki, yan köklər bitkinin hansı zonasına birləşir? Bax, bu gördüyünüz müəllimlər yan köklərdir. O ötürücü zonaya birləşibdir. Sorucu zonaya əmici tellər birləşir. Ötürücü zonaya isə yan köklər birləşir və bütün köklərin ucu, bütün köklər məhz bu quruluşdadır. Baxın, əsas kök də eyni. Kök üsküyü, bölünmə zonası, böyümə, sorucu, ötürücü. Eyni zamanda siz yan kökündə kök üsküyünü, bölünmə, böyümə, sorucu və ötürücü zonalarını görürsünüz. Yəni bütün köklər, bütün kök növləri məhz bu quruluşda
olacaqdır və bu da görürsüz yaşlandıqca bayaq dediyim kimi gövdənin anatomik quruluşunu alır. Qabıq, kambi, oduncaq və özək qatları ötürücü zonada müşahidə oluna bilər. Burada da kökün əmici tellər vasitəsilə suyu sorması göstərilir. Dedik ki, əmici tellər örtük toxumasının, dəricik toxumasının hüceyrələrinin çıxıntılarıdır və torpaqdan suyu və mineral maddələri diffuziya və osmos qanunlarına əsasən sorur. Məsələn, biz bitkiyə duzlu su versək nə olar? Bitki məhv olar. Niyə məhv olacaq? Çünki o suyu mənimsəyə bilməyəcək. Biz yenə də sitologiyanı keçəndə osmotik təzyiqdən, osmosdan danışmışdıq. Demişdik ki, turqor bilirik də suyun hüceyrə divarına təzyiqidir. Osmos isə qatılığın hüceyrə divarına təzyiqidir və osmos təzyiqi ilə turqor təzyiqi arasındakı fərq sorucu qüvvə əmələ gətirirdi. Əgər bu təzyiq bir-birinə bərabər olurdusa, sorucu qüvvə sıfıra bərabər olurdu. Yəni onların fərqi sıfıra bərabər olurdu və bu zaman artıq maddələrin bir-birinə daxil olması və ya xaric olması mümkün olmurdu. Biz onu qan hüceyrələri üzərində izah eləmişdik və yaxud da balıqların üzərində izah eləmişdik. Eyni qaydadır, eyni prinsipdir. Burada da həmin qayda ilə osmos təzyiqi nəticəsi ilə osmosda qatılığın hüceyrə divarına təzyiqidir. Bu şəkildə hüceyrəyə su daxil olacaq. Məsələn, əgər biz normalda şor su ilə sulamırıq torpağı, şirin su ilə suluyuruq ki, mühitdə qatılıq çox olmasın. Çünki su qatılığın az olduğu yerdən, yəni suyun çox olduğu yerdən qatılığın çox olduğu yerə, yəni suyun az olduğu yerə daxil olur. Bu istiqamətdə daxil olur həmişə. Deməli, biz bura şor su versək, mühitdə qatılıq çox olacaq. Mühitdə qatılıq çox olsa, əksinə kök öz suyunu itirəcək, nəinki alacaq. Ona görə də biz şirin su veririk və burada suyun temperaturunun da çox mühüm rolu var. Məsələn, xəzan niyə baş verir? Çünki temperatur aşağı düşür torpaqda. Suyun sorulması dayanır. Deməli, su özü də müəyyən temperatur. Donmuş suyu heç vaxt torpağa vermərik. Otaq temperaturunda olan su daha yaxşı, daha rahat daxil olur köklərə. Və deməli, şirin su vermişiksə, deməli, hüceyrədə qatılıq çoxdur, yəni osmotik təzyiq çoxdur, yəni su azdır. Deməli, su özünün çox olduğu mühitdən az olduğu mühitə, yəni qatılığın az olduğu mühitdən çox olduğu mühitə keçəcək, yəni su mənimsəniləcək, daxil olacaq qabıq qatı hüceyrələrinə. Qabıq qatı hüceyrələrinə də yenə baxın, eyni qayda ilə. Məsələn, indi burada suyun miqdarı çoxaldı, hələ ki bu hüceyrədə qatılıq daha çoxdur. Demək ki, indi burada sorucu qüvvə əmələ gələcək, daxil olacaq indi bu hüceyrəyə, bu hüceyrədən bu hüceyrəyə, bu hüceyrədən bu hüceyrəyə. Bu şəkildə davam eləyəcək və çatacaq mərkəzi silindrə. Mərkəzi silindrdə də gördüyümüz kimi borucuqlar yerləşir. Baxın, bu mərkəzdə olan borucuqlar adi borucuqlardır. Bu kənarlarda yerləşənlər isə ələyə bənzər borucuqlardır. Və demək, burada su borucuqlarına təbii ki, daxil olacaq. Çünki ələyə bənzər borularla üzvü maddə hərəkət eləyər. Adi buna kök borucuqlar da deyə bilərik, ksilema borucuqlar da deyə bilərik. Daxil olacaq bu borucuqlara və bundan sonra gövdəyə ötürülməlidir. Gövdəyə ötürülməsində, indi bunu da gövdəni keçəndə daha geniş danışarıq. Təbii ki, burada həm kök təzyiqi vacibdir. Müəllimlər, dərslikdə şəkil var. Ona da baxarsınız. Yenə də hansı səhifədədir bilmirəm. Amma 6-cı sinif dərsliyində o təcrübə şəkli var. Dibçək bitkisinin gövdəsini kəsir, ora bir rezin boru taxır və su başlayır o boru ilə axır, kənara tökülür. Yəni
Bu şəkildə bu təcrübə ilə sübut eləyir ki, kök təzyiqidir də onu qaldıran. O sorulduqdan sonra bir də təzyiq yaradır və suyun qalxmasını təmin edir. Amma daha iri bitkilərdə, daha iri gövdəyə malik olan bitkilərdə kök təzyiqi yetərli olmayacaq onun gövdə və yarpaqlara ötürülməsinə. Burada əsas belə deyim, missiyanı həyata keçirdən, əsas funksiyanı həyata keçirdən yarpaqların sorucu qüvvəsi olacaq və bunu da təmin edən transpirasiya, yəni yarpaqların suyu buxarlandırması mühüm rol oynayacaq. Yəni oradan suyu buxarlandırdıqca yenə də görürsüz su azalır, qatılıq artır, eyni qayda ilə sorucu qüvvə yaranır və başlayır gövdə ilə həmin o sorulmuş su və mineral maddələr yuxarı qalxmağa. Bitki nə qədər çox su buxarlandıracaq, o qədər torpaqdan çox su və mineral maddələr sorulacaq və yarpaqlara ötürüləcək. Yəni burada ən əsas funksiyanı yerinə yetirən elə yarpaqların sorucu qüvvəsi olacaq, nəinki kök təzyiqi. Belə. Deməli, bu da oldu su və mineral maddələrin ötürülməsi. Sonra gəlir kökün şəkil dəyişmələri. Metamorfozu. Dedik ki, köklər əsas funksiyalarından əlavə bir də onun əlavə funksiyaları var. Hansı ki, bu da şəkil dəyişmələr vasitəsilə həyata keçirilir. Buna da metamorfoz dedik. Meyvə köklər. Nədir meyvə köklər? Meyvə köklər, bilməm, dərslikdə neçədir? Açardıq, ona baxardıq o şəkillərə. 64'tü ben. 64'dür. Aha, bir dəqiqə açım. Hı -hı. Hə, burada. Buradadır şəkillər. Deməli, meyvə köklər nədir? Meyvə köklər əsas kökün və gövdənin aşağı hissəsinin ehtiyat qida maddələri toplayaraq şişkinləşməsi nəticəsində yaranır. Çuğundurdur, yer köküdür, çalğandır, turpdur. Bu bitkilərə meyvə köklər deyilir. Meyvə köklər əsas kökün yoğunlaşmasından əmələ gəldiyinə görə bu bitkiləri vegetativ yolla çoxaltmaq mümkün olmayacaq. Yəni, çünki bu toxumdan əmələ gəlməlidir ki, əsas kök əmələ gəlsin və orada da ehtiyat qida maddələri toplansın. Və bir toxumdan bir dənə meyvə kök əmələ gələ bilər. Çünki bir toxumun bir dənə rüşeym kökçüyü var. Məsələn, 50 çuğundur toxumu səpilibsə neçə çuğundur əmələ gələcək? 50, maksimum 50. Yəni, ondan artığı əmələ gələ bilməz. Bu şəkildə də məsələlər bəzən qarşınıza çıxa bilər. Və belə suallar da dimdə var. Məsələn, çuğundurun və yaxud yer kökünün aşağı hissələrindən hansı kök növü inkişaf eləyər? Aha, fikirləşirəm. Bunun aşağı hissəsi əsas kökün yoğunlaşmasıdır. Əsas kökdən çıxan kökə, ümumiyyətlə kökdən inkişaf edən kökə nə deyirik? Deyirik yan kök. Deməli, buradan yan köklər inkişaf eləyər. Və soruşsa ki, məsələn, yuxarı hissəsindən hansı kök növü inkişaf eləyə bilər? Onda deyəcəksiniz əlavə kök. Çünki dedik ki, meyvə kökün əmələ gəlməsində gövdənin aşağı hissəsi də iştirak edə bilər və gövdədən çıxan kökə biz əlavə kök deyirik. Deməli, meyvə köklərin üzərində neçə növ kökə rast gələ bilərik? Həm əlavə köklərə yuxarı hissədə, həm də yan köklərə aşağı hissədə. Bəs özü nəyin metamorfozudur? Əsas kökün. Əsas kökün şəkil dəyişməsidir, amma yenə deyirəm, gövdə də burada iştirak etmişdir. Sonra var kök yumruları. Kök yumruları isə meyvə kökdən fərqli olaraq burada yan və əlavə köklər şişkinləşib ehtiyat qida maddələri toplayıb. Bu şəkildə gördüyümüz Georgin bitkisidir. Georgin bitkisinə həm də soğan gülü də deyirlər. Mürəkkəb çiçəklər fəsiləsinə aiddir. Yəni soğan gülü adı ilə də qarşınıza çıxa bilər. Yadınızda saxlayın. Çünki baxın dərslikdə bu sözü də yazıb. Və həmçinin də mürəkkəb çiçəkləri keçəndə də adını çəkəcəyik. Deməli,
Georgindir, qaymaq otudur, batatdır. Bunlar kök yumrularına, kök şəkil dəyişmələrinə aiddir. Qaymaq çiçəyi ilə də qarışdırmayın müəllimlər. Qaymaq çiçəyində gövdə şəkil dəyişməsidir, çiyələk kimi. Gövdə bığcıqlara çevrilib. Amma qaymaq otu belə yadınızda saxlayın da, ot aşağıda olur, çiçək yuxarıda. Deməli qaymaq otu kök aşağıda olur axı. Kökün şəkil dəyişməsidir. Qaymaq çiçəyi isə çiçək yuxarıda olur, gövdənin şəkil dəyişməsidir. Yəni qarışdırmamaq üçün deyirəm ki, belə yadınızda saxlayasınız. Sonra kökün daha şəkil dəyişmələri burada bunlarla dayanıb, amma məsələn ola bilər bəzi testlərdə qarşınıza çıxsın, çünki yerüstü şəkil dəyişmələri də dərslikdə var. Bitkini bəli, baxın burada yerüstü şəkil dəyişmələrdə kökün adını çəkir. Burada bığcıqlar bölməsinin içərisində yazıb ki, daş sarmaşığı bitkisi gövdəsində olan əlavə köklər, gövdəsində olan əlavə köklərdən dırmaşmaq üçün istifadə eləyir. Çiyələklə işimiz yoxdur. Çiyələk çünki gövdə mənşəli bığcıqlardır. Amma daş sarmaşığında isə gövdədə olan köklər bu artıq əlavə köklərdir. Və burada bığcıq başlığı altında vermişdir. Ola bilər ki, güvəndə qarşınıza kök qarmaqcıqları şəklində də çıxsın. Yəni dayağa dırmaşmağa xidmət edən köklərdir. Ən əsası bunu yadınızda saxlayın, əlavə kökün şəkil dəyişməsidir. Sonra dayaq kökləri var, banyan bitkisi var, yeriyən ağac deyirlər. Çəkib ataram qrupa şəklini. Məsələn, gövdəsindən, budaqlarından əlavə köklər sallanır, gəlir dirənir torpağa. Dayağını təmin eləyir. Sanki ayaqları var ağacın. Ona görə banyana həm də yeriyən ağac da deyirlər. Bu da əlavə köklərin şəkil dəyişməsidir. Bakteriya yumrucuqları haqqında danışdıq. Dedik, paxlalı bitki köklərində yaşayırlar. Sonra tənəffüs kökləri var. Rütubətli yerdə bitən bitkilərdə yan köklərin ucları torpağın üzünə çıxır ki, tənəffüs eləyə bilsinlər. Çünki o rütubətli yerdə torpaq artıq bataqlığa çevrilmək üzrədir və orada oksigen çatışmazlığıdır. Bataqlıq söyüdünü, bataqlıq sərvini buna misal göstərmək olar. Sonra hava kökləri var. Bunlara epifit bitkiləri